Çevrənin daxilinə və xaricinə çəkilmiş çoxbucaqlılar bölməsi. Birinci, çevrə daxilinə çəkilmiş dördbucaqlının 3 ardıcıl bucağının nisbəti 2, 3, 4 kimidir. Yəni, burada bir yer açım. Əgər çevrə daxilinə hər hansı bir dördbucaqlı çəkilibsə, şərt var. Hansı dördbucaqlının xaricinə çevrə ola bilər və ya nə zaman çevrənin daxilinə dördbucaqlı çəkə bilərik. O zaman belə bir şərt var ki, istənilən dördbucaqlıdan söhbət gedir. Yetər ki, qabarıq dördbucaqlı olsun. Əgər dördbucaqlının xaricinə çevrə çəkmişiksə, onda bunun qarşı bucaqların cəmi 180 dərəcədir. Yəni, bizə də deyir ki, 3 ardıcıl bucağının nisbəti 2K, 3K və 4K-dırsa, bu ikisinin cəmi 6K-dırsa, bu ikisinin cəmi də 6K olmalıdır. Çünki ikisinin cəmi 180-dirsə, bu ikisinin cəmi də 180 olmalıdır. Yəni, qarşı bucaqların cəmi bərabərdir, həm də 180 dərəcəyə bərabərdir. İndi 2K və 4K-nın cəmi bərabər olmalıdır 180-ə. 6K bərabərdir 180-ə, K bərabərdir 30-a. Bizdən 4-cü bucağı istəyir 3K olaraq. 3 vurulsun 30, bu da bərabərdir 90-a. Çünki bu 3K-dırsa, cəmi 6K olmalıdır. Buna görə edəcək 90 dərəcə. Yəni, B bəndi. İkinci sual da eyni tip sualdır. Bu səfər çevrə xaricinə çəkilmiş dördbucaqlının 3 ardıcıl tərəfin nisbətini veribdir bizə. Bu səfər bu var. İndi burada nə edirik? Bu səfər digər şərtimiz hansı dördbucaqlının daxilinə çevrə çəkmək mümkündür və ya çevrə xaricində dördbucaqlı varsa, o dördbucaqlının hansı şərti var? Yəni, istənilən dördbucaqlını çəkə bilmərik. Belə deyirik. Deyirik ki, əgər dördbucaqlı daxilinə çevrə çəkmək istəyiriksə, onda bunun qarşı tərəflərinin cəmi bərabərdir bu səfər. Bizə deyir ki, 3 ardıcıl tərəfi 3, 5, 7 nisbətindədir. Yəni, bu səfər tərəfləri yazırıq. 3K, 5K, 7K-dırsa, 3K və 7K-nın cəmi 5K və buranın, yəni burada avtomatik 10K olması üçün 5K olmuş olur. Bu dördbucaqlının perimetri 120-dir. Yəni, bu 4 tərəfin 4-ünü də toplayırıq. 10, 10. 20K bərabərdir 120-yə, K bərabərdir 6-ya. Ən böyük tərəfi. 3-ü 6-ya vurduq 18, 5-i 6-ya vurduq 30, 7-ni 6-ya vurduq 42, 5-i 6-ya vurduq 30. 60, 60. Görürsünüz, ən böyük tərəfi 42 cm olduğuna görə ən böyük tərəfi yazırıq. Keçdik digər suala. 4-cü sual. Çevrə xaricinə çəkilmiş dördbucaqlı eyni, 3 dənə eynidir, keçirəm buranı. Radiusu 7,5 olan çevrə daxilinə tərəfləri 3-4 nisbətində olan düzbucaqlı çəkilibdir. Düzbucaqlı çəkilib bu səfər. Çəkək. Çevrənin daxilinə düzbucaqlı necə olacaq? Heç bəlkə də şəkilə də ehtiyac yoxdur, amma yenə də bir çəkək. Buradan başladım. Belə bir düzbucaqlı. Bilirik ki, çevrənin yalnız daxilinə düzbucaqlı çəkmək olar və bu çevrənin diametri bu düzbucaqlının diaqonalıdır həm də. İndi radiusu 7,5-dirsə, düzbucaqlının diaqonalı 15 olmuş olur. Və tərəflər də 3K, 4K nisbətindədirsə, Pifaqor teoremi tətbiq edirik. 9K kvadratı plus 16K kvadratı bərabərdir 15-in kvadratına. Yəni, bu da 25K kvadratı bərabərdir 225-ə, K kvadratı bərabərdir 9-a, K bərabərdir 3-ə. Bizdən düzbucaqlının perimetri istəyir. P bərabərdir 2 vurulsun A plus B düsturu. Yəni, 2 vurulsun 3K və 4K-nın cəmi. 7K 2-ə də vurduq 14K. K-nın da yerinə 3 yazırıq. 14 vurulsun 3 edəcək 42. Cavab yeməndir. 6-cı sual da eyni tip sualdır. Ona görə keçirəm 6-cı sualı. Gəldik 7-ci suala. Deyir ki, çevrənin xaricinə ABCD dördbucaqlısı perimetri 60-dır. AB 16-dırsa CD-ni tapın. Aha. Yenə biraz əvvəlki. Dedik ki, çevrənin xaricinə dördbucaqlı çəkməyimiz üçün o dördbucaqlının qarşı tərəflərinin cəmi bərabər olmalıdır. Yəni, 16 plus A bərabərdir X plus Y-ə. O zaman perimetri 60 olan bu dördbucaqlının 60-ı yarıya bölürük perimetrini 30. Demək ki, bu qarşı tərəflərin cəmi 30-dur. Yəni,
16 plus A da 30'dur. X plus Y də 30'dur. Bizə də A olan, CD olan lazımdır. Cavab eləyəcək 14 sm. 8 də eyni tip sualdır. 9. Tərəfi 2 sm olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğunu tapın. Qaydadır. Düzgün altıbucaqlının xaricinə çevrə çəkilirsə, o çevrənin radiusu altıbucaqlının tərəfinə bərabərdir. Və tərəfi 2 sm-dirsə, onda radiusu 2 sm olmuş olur. Çevrənin uzunluğu da C bərabərdir 2 pi r düsturuna görə 4 pi olmuş olacaq. Çevrə daxilində çəkilmiş 4 bucaqlının bucaqlarından biri 70 dərəcədirsə, onun qarşısındakı bucaq 110 dərəcədir. Çevrənin daxilində 4 bucaqlı varsa və ya 4 bucaqlının xaricində çevrə varsa, o 4 bucaqlının dedik ki, qarşı bucaqların cəmi 180 dərəcə olmalıdır. Biri 70 isə digəri 110-dur. Çevrə daxilində çəkilmiş 4 bucaqlının bucaqlarından biri 50 dərəcədir. 11-ci sual. Görürsünüz, eyni tip sualdır. Qarşısındakını istəyir, 180-dən 50 çıxırsınız, 130 dərəcə. Ondan sonra 12. Kvadratın xaricinə çəkilmiş çevrənin radiusu 3 kök 2-dir. İndi, kvadratın xaricində çevrə varsa, buradan bir qısa bir şey göstərim. Çox qısa da olmalı əslində. Deyək ki, belə bir şeydir. Bu da kvadratımız. İndi göstərməyə çalışdım. Deyək ki, belə bir şeydir. İndi deyir ki, kvadratın xaricinə çəkilmiş çevrənin radiusu 3 kök 2-dir. Çevrənin radiusu 3 kök 2-dirsə, bu çevrənin diametri kvadratın diaqonalıdır. 3 kök 2-dirsə bura, burada 3 kök 2-dir, elə də 6 kök 2. Onda tərəflər eləyir 6. Kvadratın tərəfi olacaq 6 sm. 13 də eyni tip sualdır. 14. CDY 100 dərəcədir. Onda bunun qonşusu 80 dərəcədir və onda qarşısı 180 olması üçün burada 100 dərəcədir. B bucağını soruşur, 100 dərəcə. Eyni şey 15-ə də aiddir. Keçdim 16. Orta xətti 8 olan trapesiyanın daxilinə çevrə çəkilib. Trapesiya daxilində çevrə varsa, yenə 4 bucaqlının daxilinə çəkilmiş çevrə xassəsinə görə qarşı tərəflərin cəmi bərabər olmalıdır. Orta xətti 8-dirsə, oturacaqları cəmi 16-dır deməkdir. Oturacaqları cəmi 16-dırsa, yan tərəflərin cəmi də 16-dır. Onda bizdən trapesiyanın perimetrini istədiyinə görə 16-ları toplayırıq. Edəcək 32. Sonra perimetri 40 sm olan trapesiyanın daxilinə çevrə çəkilib. Sualı tərsdən verir bu səfər. Perimetri 40-dırsa, onda oturacaqları cəmi daxilində çevrə olduğuna görə 20-dir. Orta xətti, bunun yarısını götürəcəyik, 10-dur. 18. Çevrə xaricinə çəkilmiş 4 bucaqlının 2 qarşı tərəfinin cəmi 50-dir. Bir 4 bucaqlımız var. Daxilində çevrə var. Trapesiyalar, başqa bir fiquralar fərq etməz. 2 qarşı tərəfinin cəmi 50-dirsə, yəni A plus B 50-dirsə, qalan 2 tərəfi də 2-3 nisbətində olduğuna görə bu 2K ilə 3K-nın cəmi də 50-dir. Çünki qarşı tərəflərin cəmi bərabər olmalıdır. 5K 50-yə bərabərdirsə, K bərabərdir 10-a. Bu tərəfləri tapın deyir. Bura 20-dir, burada 30-dur. 20 və 30 sm. 19-cu sual. Düzbucaqlının kiçik tərəfi 2 sm, diaqonal arasındakı bucaq 60 dərəcədir. Düzbucaqlının, bir dəqiqə çəkək, bir dənə də. Düzbucaqlının xaricinə çəkilmiş çevrə istəyir bizdən. Çevrəmizi də çəkək, ondan sonra düzbucaqlını çəkək. Bu çevrəmiz. Biraz daha böyük olsun. Bir dənə də düzbucaqlı çəkirəm. Çevrənin daxilindədir. Yəni, bu demək ki, düzbucaqlının xaricində çevrə. Bir daha oxuyuram. Diaqonalları arasındakı bucaq 60 dərəcədir. Aha. Və kiçik tərəfi də 2-dir. O zaman diaqonallar bərabərdir və bu diaqonalların yarısı da radiuslardır. Təpə bucağı 60 dərəcə olan bərabər yanı 3 bucaq əmələ gəlir burada. Bu 60-dırsa, bu da 60-dır, bu da 60-dır. Onda diaqonallar olur 2, 2, 2. Düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu 2 sm olmuş olur. 20-ci sual.
Radiusu 20 sm olan çevrə daxilində çəkilmiş trapesiyanın böyük oturacağı mərkəzdən keçir. Çəkək bir dənə çevrə və daxilində trapesiyanı elə çəkirik ki, trapesiyanın böyük oturacağı mərkəzdən keçir. Çəkirəm. Bir dənə də trapesiya. Və bu 100% bərabər yanlı trapesiya olmalıdır. Çünki şərt var ki, yalnız bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkmək mümkündür. Çünki bərabər yanlı olanda qarşı tərəflərin cəmi 180 olur. Bu bərabər yanlı trapesiyaya xas bir şeydir. Çünki bura alfa, bura beta desəm, yan tərəfə iki bucaqların cəmi 180-dir. İndi qarşı bucaqların cəmi 180 olması üçün bura alfa-dırsa, bura 100% beta olmalıdır. Onda avtomatik burada alfa olmalıdır buna görə. Gördünüz, oturacağı iki bucaqlar bərabərdirsə, bərabər yanlı trapesiyadır. İndi radiusu 20-dir. Ondan sonra deyir ki, kiçik oturacaq da radiusa bərabərdir. Yəni, burada 20-dir. Bunu biz belə birləşdirsək, görürsünüz, bura 20, bura 20-dirsə, bərabər tərəfi 3 bucaq əmələ gəldi. Bucaqlar 60 dərəcədir. 60-dırsa, burada, bax, bu da 60-dır, bu da 60-dır, bu da 60-dır. Çünki bunlar bir-birinə bərabər. Eyni kongruent 3 bucaqlar əmələ gəlir. Təpə bucağı 60-dırsa, oturacağı iki bucaqlar da 60 dərəcədir və bərabər tərəfi 3 bucaq əmələ gəlir. Yəni, bu da 20 olur, bu da 20 olur. Onda perimetri bərabərdir. 1, 2, 3, 4, 5 dənə 20-yə. O da eləyəcək 100 cm. 21. 21-ci sualda deyir ki, trapesiyanın xaricinə çəkilmiş çevrənin mərkəzi trapesiyanın böyük oturacağı üzərindədir. Kör bucaq təpəsindən çəkilən hündürlük 4 cm-dir. Biraz fərqlidir. Baxaq görək nədir. Biraz əvvəlki şəkildəndir, eynisidir. Çünki böyük oturacaq deyir ki, çevrənin mərkəzindən keçir. Və ya çevrənin mərkəzi böyük oturacağın üzərindədir. Yəni, eyni məntiqdir. Gətirək bunları birləşdirək. Bu şəkildə olsun. Deyək ki, belə bir şəkildir. Aha. Trapesiyanın xaricinə çəkilmiş çevrənin mərkəzi deyir ki, trapesiyanın böyük oturacağı üzərindədir. Bu bərabər yanlı trapesiyadır, məlum məsələdir. Kör bucaq təpəsindən çəkilən hündürlük 4 cm-dir və yan tərəfdə 30 dərəcə bucaq əmələ gətirir. Bizdən trapesiyanın diaqonalını istəyir. Bunu da belə çəksək. Burada belə bir fiqur əmələ gəldi. Görürsünüz, düz bucaqlı, üç bucaq. Niyə? Çünki diametri söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. İndi bu 30-dursa, bura olur 60. Bu 60, bu perpendikular olduğuna görə bura olur 30. İndi 30 dərəcə bucağı qarşısına duran katet 4-dürsə, 90-ın qarşısına duran hipotenuz 8. Bizə bunu istəyir. 8 cm. Sonra davam edirik. Rombun daxilinə çəkilmiş çevrənin radiusu 8 kök 3-dür. Bucaqlarından biri 120 dərəcədir. Romb üçün. Romb. Bilirik ki, rombun yalnız daxilinə çevrə çəkmək mümkündür. Çünki qarşı tərəflərin cəmi bərabərdir. Xaricinə çevrə çəkmək olmaz. İndi deyək ki, bu rombumuz. Və rombun daxilinə çəkilmiş çevrənin radiusu həmişə bərabərdir hündürlüyün yarısına. İndi, bura 120 dərəcədir. Radiusu 8 kök 3-dürsə, o zaman h bərabər olur 16 kök 3-ə. Bu 1. Rombun kiçik diaqonalını istəyir. Buradan belə bir çəksək, kiçik diaqonal budur, kör bucaqları birləşdirən. Rombun bucaqları da, diaqonalı da 10 bucaqların tən böləndir. Onda bura 60-dırsa, burada 60-dır, bu da 60-dır və burada bərabər tərəfli üç bucaq əmələ gəlir. İndi, rombun bizdən kiçik diaqonal, buranı istəyir. D. Bunu necə tapırıq? Hündürlüyü 16 kök 3-də çəkirəm hündürlüyü. Bura 16 kök 3-dürsə, 60-ın qabağındakıdır. 30-un qabağındakı eləyir 16. 90-ın qabağındakı eləyir 32. Yəni, burada avtomatik 16 olmuş olur. İndi bu 16, görürsünüz, 16, yəni 32, 32, bu da 32. Çünki bərabər tərəfi üç bucaq alın daxil dedik ki, diaqonalı bərabər olur 32-yə. 23-cü sual. Tərəfi 4 kök 3 olan, xaricinə çəkilmiş çevrənin radiusu 4 olan düzgün çoxbucaqlının daxilinə çəkilmiş çevrənin radiusunu tapın. İndi bizə deyir ki, R bərabərdir 4-ə, A bərabərdir 4 kök 3-ə, kiçik yeri soruşur. Tapaq indi. Düsturla da yaza bilərik.
Bilirik ki, çoxbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu AN bölünsün 2 sinus 180 bölünsün n düsturu var və bu bərabərdir 4-ə. Yəni 4 kök 3 bölünsün 2 sinus 180 bölünsün n bərabərdir 4-ə. 4-ləri ixtisar elədik. Buradan alırıq ki, sinus 180 bölünsün n bərabərdir kök 3 bölünsün 2-yə. Yəni 180 bölünsün n bərabərdir 60-a, n bərabər olur 3-ə. Demək ki, bərabər tərəfi üçbucaqdır bu. Daxilə çəkilmiş çevrənin radiusu kiçik yer bərabərdir. A kök 3 bölünsün 6 düsturunu ilə istifadə edib yaza bilərik. Yəni tərəfi 4 kök 3-dür. Vurulsun kök 3 bölünsün 6. Bu da 12 bölünsün 6, yəni 2 santimetr. Sonra keçdik digər suala. 24. Düzgün çoxbucaqlının daxilə çəkilmiş çevrənin radiusu verib. Belə tərəfi də 4 kök. Eyni məntiqlə sadəcə kiçik yerin düsturunu yazırıq. Bu səfər AN bölünsün 2 tangens 180 bölünsün n düsturundan istifadə edirik. Radiusu 2 kökdə 6-dır, tərəfi də 4 kök 6-dır. 4 kök 6 bölünsün 2 tangens 180 bölünsün n bərabərdir 2 kök 6-ya. 2 kök 6'lar ixtisar yetdi. Qaldı tangens 180 bölünsün n bərabərdir 1-ə. Yəni 180 bölünsün n bərabərdir 45-ə. Tangens 45 1-dir və n bərabər olur burada 4-ə. Demək ki, kvadratdır bu. Çoxbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu böyük R bərabərdir diaqonalın yarısı. Diaqonal da A kök altda 2-dir. İndi tərəfi 4 kök altda 6-dırsa 4 kök 6 vurulsun kök 2 bölünsün 2. İxtisar elədik. 2 kök altda 12. Bu da 2 kök 3 deməkdir. 4 kök altda 3. 25. Çevrənin xaricinə düzgün altıbucaqlı və kvadrat çəkilmişdir. Düzgün altıbucaqlının perimetri indi çevrə xaricindədirsə, demək ki, altıbucaqlının daxilinə çevrə çəkmişik. O zaman kiçik yer bərabərdir A kök 3 bölünsün 2-yə. Perimetri 72-dirsə altıbucaqlının, P bərabərdir 6A-ya, o da bərabərdir 72-dirsə, A bərabər olur 12-yə. Tərəfin uzunluğu 12-dir. Yerini yazmaqla bu çevrənin radiusunu tapa bilirik. R bərabərdir 12 kök 3 bölünsün 2. Elədir 6 kök 3. İndi kvadratın perimetrini istəyir bizdən. Həmin çevrənin həm də daxilinə kvadrat çəkilibdir. O zaman R bərabərdir. Çevrənin daxilində kvadrat varsa, daha doğrusu xaricində kvadrat varsa, o zaman kvadratın daxilinə çevrə çəkilib deməkdir. Bu da bərabərdir A bölünsün 2. Yəni, A deməyək, B deyək də, bu səfər bunun uzunluğu belə olacaq. O zaman bu da bərabərdir 6 kök 3 olduğuna görə B bərabər olur 12 kök 3-ə. Və bizə də perimetrini istəyir, 48 kök 3 eləyəcək. 25-ci sual. 26. Çevrənin xaricinə kvadrat və düzgün üçbucaq çəkilib. İndi, çevrənin xaricində kvadrat var. Çevrə xaricinə kvadrat varsa, kvadrat daxilində çevrə var deməkdir. Kvadratın daxilinə çevrə çəkəndə o tərəfinin yarısına bərabərdir. Kvadratın perimetri 64 olduğuna görə 4A bərabərdir 64-ə, A bərabər olur 16-ya. Onda R bərabərdir 16 bölünsün 2, yəni 8-ə. İndi, kvadratın xaricində bu səfər həm də üçbucaq var. Yəni, bərabər tərəfli üçbucağın daxilində çevrə var. Radiusu A kök 3 bölünsün 6, indi A deməyək, B deyək də, kvadratın tərəfinə A demişik. Bu bərabərdir 8-ə. İndi B kök 3 bərabərdir 48-ə. B bərabərdir 48 bölünsün kök 3-ə. Bu da 16 kök 3 deməkdir. Sürət məxrəci kök 3-ə vuranda irrasionaldan azad edirik, belə qalır. Üçbucağın perimetrini istəyir. Bu da 3A oldu, 3B deyək. Olduğuna görə 48 kök altda 3 eləyəcək. Yəni ceybəndə. 27. Çevrə xaricinə çəkilmiş dördbucaqlının iki qarşı tərəfinin cəmi 55-dir. Çevrənin xaricində dördbucaqlı varsa, dedik ki, bu dördbucaqlının qarşı tərəflərinin cəmi bərabərdir. İki qarşı tərəfin cəmi 55-dir. A plus B bərabərdir 55-ə. Digər iki tərəf 2-3 nisbətindədirsə, yəni 2K ilə 3K-nın cəmi də 55-dir. 5K da bərabərdir 55-ə. K bərabərdir 11-ə. Bu tərəfləri istəyir. 2-yə vurduq 11-i 22, 3-ə vurduq 33. 22 və 33 olacaq. 28.
kvadratın xaricinə çevrə çəkilib. Kvadratın xaricində çevrə varsa, onda böyük R bərabərdir diaqonalın yarısına. Çevrənin uzunluğunun kvadratın perimetri. Bu da bərabərdir A kök altda 2 bölünsün 2. Onda C bərabərdir çevrənin uzunluğu. 2 pi R, yəni 2 pi vurulsun A kök 2 bölünsün 2. 2'lər ixtisar 7 qaldı. A kök altda 2 vurulsun pi qaldı. İndi çevrənin uzunluğunun kvadratın perimetri. Kvadratın perimetri də 4A'dır. O zaman kök 2 vurulsun A vurulsun pi bölünsün 4 vurulsun A. A'lar ixtisar gedəcək. Qalacaq kök 2 vurulsun pi bölünsün 4. D bəndi. 29. Kvadratın daxilinə çevrə çəkilib. Kvadratın daxilinə çevrə çəkilibsə kiçik yer bərabərdir A-nın yarısı. Kvadratın perimetri 4A'dır. Çevrənin uzunluğu 2 pi R, yəni 2 pi vurulsun A bölək 2. 2'lər də ixtisar getdi, qaldı pi A. O zaman çevrənin uzunluğunun, kvadratın perimetrinin çevrənin uzunluğuna nisbəti olur bu şəkildə. 4A bölünsün pi vurulsun A. A'lar ixtisar getdi, 4 bölünsün pi qalacaq. C bəndi. 30-cu sual. Perimetri 24 olan düzgün 6 bucaqlı var. Yəni P bərabərdir 6A, o da bərabərdir 24 isə A bərabər olur 4-ə. Tərəfi 4 cm-dir. Bunun daxilinə çevrə çəkilibsə, uzunluğu, çevrənin radiusun uzunluğu A kök 3 bölünsün 2 olmuş olur. Yəni 4 kök 3 bölünsün 2, o da edəcək 2 kök 3 radiusun uzunluğu. Növbəti sual. Oturacaqları 8 və 18 olan bərabəryanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Çəkirik bir dənə boşluq açın birinci. Sonra trapesiyanı çəkək. Bərabəryanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. İndi oturacaqları 8 və 18-dirsə və bunun daxilinə çevrə çəkilibdirsə, o zaman yan tərəflərə A olaraq işarə eləsək, 2A bərabərdir 26-ya, A bərabərdir 13. Çünki dördbucaqlı daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabərdir dedik. Onda buranın hər birisi 13 olmuş olur. Daxilinə çəkilmiş çevrənin radiusu üçün bizə hündürlüyü lazımdır. Hündürlüyün yarısı olacaq bu çevrənin radiusu. Hündürlüyü də buradan çəkdik. Bərabəryanlı trapesiyada kör bucaq təpəsindən çəkilən hündürlük böyük oturacağı 1, 18 çıxsın 8 bölünsün 2 olan hissəyə ayırır. Bir də 18 plus 8 plus 8 bölünsün 2 olan hissəyə ayırır. Yəni, bura olacaq 5, bax bu. Burada olacaq 18-dən 5 çıxırıq 13 və ya burada eyni şeydir, 26 bölünsün 2, 13. İndi bu 13, bu 5-dirsə, hündürlük Pifagor teoreminə görə 13-ün kvadratı çıxsın 5-in kvadratı, 12-nin kvadratı eləyəcək. Yəni, H bərabərdir 12-yə. H 12-dirsə bizə də radius lazımdır. H-in yarısıdır. Yəni, 12-nin yarısı, o da eləyəcək 6. Radiusun uzunluğunu istəyir 6 cm. Keçdik digər suala. 32. İti bucağı 30 dərəcə olan bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilib. Yenə trapesiya daxilində çevrə var. Trapesiya və bunun daxilində çevrə var. İti bucağı da 30 dərəcədir. Oxşamasa da deyək ki, budur. Trapesiyanın orta xətti 8 cm-dirsə, oturacaqları cəmi 16-dır. Yəni, bura A, B desək, A plus B bərabərdir 16-ya. Əgər bunlar 16-dırsa, burada X plus XX deyək, çünki bərabəryanlı trapesiya deyir. 2X də bərabərdir 16-ya, çünki qarşı tərəflərin cəmi bərabərdir, daxilində çevrə var. O zaman X bərabərdir 8-ə. Yəni, bura olur 8. Çevrənin radiusunu istədiyinə görə, buradan bir dənə yenə hündürlük çəkirik. 90-ın qarşısına duran 8, 30-un qarşısına duran 4 olmalıdır. H bərabərdir 2R-ə, R bərabərdir 4 bölünsün 2, yəni 2 cm. İti bucağı, 33-cü sual. İti bucağı 60 dərəcə olan, oturacaqları fərqi də 2 kök 3 cm olan bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilib. Yenə bərabəryanlı trapesiyamız var. Çəkirəm. Bərabəryanlı trapesiyamız. İti bucağı 60 dərəcədir. Deyək ki, bu.
60 dərəcədir. Oturacaqları fərqi, bura A, bura B desək, A minus B bərabərdir 2 kök 3. Aha, biz bərabəryan trapesiyada biraz əvvəl də dediyim kimi belə bir şey var. Demək, bərabəryan trapesiyanın kör buzaq təpəsindən çəkilən hündürlük trapesiyanın oturacaqlarını bir kiçik bir də böyük hissəyə bölür. Kiçik hissə olur oturacaqları fərqinin yarısı, böyük hissə olur oturacaqları cəminin yarısı. Hər zaman belədir bu, bərabəryan trapesiyada. İndi, əgər oturacaqları fərqi 2 kök 3 isə yarısı kök 3 olmuş olur belə. Bura 90, bura 60 isə bu olur 30. 30-un qabağındakı kök 3 isə 60-ın qabağındakı kök 3 vurulsun kök 3. Yəni 3-dür. Və h bərabərdir 2r-ə görə, r bərabərdir h-ın yarısı 3 bölünsün 2. 1,5 sm. Keçdik digər suala. 34. Çevrənin xaricindən kiçik oturacağı 6 sm olan bərabəryanlı trapesiya çəkilib. Çəkirik. Bir dənə də trapesiya. Aha. Deyir ki, çevrənin xaricinə, demək ki, trapesiyanın daxilində çevrə var. Kiçik oturacağı 6 olan bərabəryanlı trapesiya çəkilib. Çevrənin yan tərəflərə toxunduğu nöqtələri birləşdirən parçanın 10 sm. Çevrə, tutaq ki, yan tərəflərlə burada birləşir. Bu nöqtələrlə bu formada. Bu da bu formada toxunur. Və bunu biz birləşdirəndə, bu da 10 sm-dir. Böyük oturacağı bizdən istəyir. Bu nə deməkdir? Bu, trapesiyanın diaqonallarının kəsişmə nöqtəsindən keçən və oturacaqlara paralel olan düz xətt, yan tərəflərlə kəsişdiyi nöqtə həmin bu trapesiyanın daxilinə çəkilmiş çevrənin yan tərəflərlə toxunma nöqtələridir. Bu xətt elə bu xəttdir. Bura biz B, bura A yazanda bunları da M-in olaraq işarə etsək, M-in hər zaman bərabərdir 2AB bölünsün A plus B düsturu. Yəni 10 bərabərdir 2 vurulsun 6 vurulsun A bölünsün 6 plus A düsturu. 2-yə ixtisar edirəm. İndi çarpaz vuraq. 5 vurulsun 6 plusa bərabərdir 6A-ya. 30 plus 5A bərabərdir 6A olanda A bərabər olur 30-a. Cavab B bəndi. Böyük oturacağı 30 cm. Növbəti sual. Çevrənin xaricinə oturacaqları 4 və 12 olan bərabəryan trapesiya çəkilibdir. Yan tərəflə toxunma nöqtələrini birləşdirən vətənin uzunluğunu tapın. Eyni 2AB bölünsün A plus B düsturu ilə, biraz əvvəl dediyim qaydaya uyğun, 34-cü sualda da var idi, izahını verdim. Demək, olacaq 2 vurulsun 4 vurulsun 12 bölünsün 4 plus 12. Yəni 2 vurulsun 4 vurulsun 2 vurulsun 4 vurulsun 12 bölünsün 16. İxtisar eləmək rahat olsun deyə belə yazdım. 12-nin 4 ixtisar 7, 3, 2-ni də 3-ə vurduq, 6 cm. 36-cı sual. Oturacaqları 6 və 1 olan və bir yan tərəfi də 4 cm olan trapesiyanın daxilinə çəkilmiş çevrənin uzunluğunu tapın. Tapaq. Tutaq ki, bir trapesiya da çəkeyim. Daha rahat görünsün. Oturacaqları 1 və 6-dır. Yan tərəflərdən biri 4-dürsə, biz buranı tapa bilirik. Çünki daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabərdir bilirik. O zaman bura eləyir 3. 6, 1, 7, 4, 3, 7. 3-dürsə, bunun daxilinə çəkilmiş çevrənin radiusunu tapmalıyıq biz, birinci. Onun üçün də trapesiyanın hündürlüyünü tapmalıyıq. Trapesiyanın hündürlüyünü necə tapırıq? Bura bir h yazaq. Burada bir dənə hündürlük çəksəm, burada bir h yazaq. O zaman deyək ki, bura bir x-dirsə, bura 1-dirsə, x elə də 1 plus x, yerdə qalır 5 minus x. İki dənə Pifaqor teoremi yaza bilərik. Bir bu üç bucağı üçün, bir də bu üç bucağı üçün. Və h kvadratı bərabərdir 16 çıxılsın x kvadratı 1. Buradan da h kvadratı bərabərdir 9 çıxılsın 5 minus x kvadratı. Bunlar bir-birinə bərabərləşdirir, x-i tapaq. 16 minus x kvadratı bərabərdir 9 minus 5 minus x kvadratı. 16 çıxılsın x kvadratı, 9 minus 25 plus 10x minus x kvadratı. X kvadratları islah oldu. 10x bərabərdir
-16 keçidir bu tərəfə 32-yə. X bərabərdir 3,2-yə. Onluq kəsrlə yazaq. Bu oldu 3,2. İndi h lazımdır bizə, çünki h bərabərdir 2 yerdə üstünə görə. H kvadrata bərabər idi 16 çıxılsın x kvadratı. Yəni h kvadrata bərabərdir 4-ün kvadratı çıxılsın 3,2-nin kvadratı olaraq düşünsək. Bu da 4 minus 3, daha rahat olsun deyə belə yazaq. 4 plus 3,2. Yəni 0,8 vurulsun 7,2. Bu da 2,4-ün kvadratı eləyəcək. Yəni 5,76 eləyəcək. Demək, h bərabər olur 2,4-ə. h 2,4-dürsə, 2 r-ə bərabər olduğuna görə r-imiz bərabər olacaq 1,2-yə. Və çevrənin uzunluğu 2pi r olduğuna görə 2 vurulsun 1,2 vurulsun pi. Yəni 2,4 pi olmuş olur. Çevrəmizin uzunluğu. 37-ci sual. 37-ci sualda deyir ki, yan tərəfi 4 və iti bucağı 60 dərəcə olan bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. İndi çəkək bir dənə boş yer açaq, çevrəmizi çəkək. Trapesiya, bərabəryanlı trapesiya. Bunu da çəkdik. Deyir ki, yan tərəfi 4 cm, iti bucağı 60 dərəcə olan bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilib. Trapesiyanın oturacaqlarını tapın. Burada 4-dür. Buradan biz bir hündürlük çəksək, bilirəm ki, 30 dərəcənin qarşısına duran katet betonumuzun yarısına bərabərdir. Bura 90, bu 60 isə bu 30 olmuş olur. Bunda bura olur 2. Bunu da çəksəm eyni şəkildə. Burada olur 2. Və biz bura x desək, bu da x-dir. Əgər dördbucaqlının, yəni bu fərqi yoxdur, trapesiya və ya başqa bir dördbucaqlı olsun, fərq etməz. Daxilinə çevrə çəkilirsə, onda bu dördbucaqlının qarşı tərəflərinin cəmi bərabər olmuş olur. Yəni, 4 plus 4, 8 bərabərdir. X plus, buradakı x plus 4. Bunlar bir-birinə bərabərdir. Yəni, 2x bərabərdir 4-ə, x bərabərdir 2-yə. Bura olur 2, burada olur 2. Yəni, oturacaqları 2 və 6. 2 və 6. 38-ci sual, yan tərəfi 6 olan iti bucağı 60 dərəcə olan bərabəryanlı trapesiyanın daxilə çevrə çəkilmiş oturacaqlarda eyni qayda ilə gedəcəksiniz. 39. Çevrə xaricinə çəkilmiş oturacaqları 10 və 15 olan düzbucağı trapesiyanın hündürlüyünü bizdən istəyir. İndi bu trapesiya düzbucaqlı trapesiyadır və daxilində çevrə var. Bunu göstərmək istəyir. Yəni çevrənin xaricində olması trapesiyanın daxilində çevrənin olması deməkdir. Bu şəkildə bir düzbucaqlı trapesiya çəkdik. Oturacaqları 10 və 15-dir. Hündürlüyü istəyir. Hündürlüyü elə bu dördbucaqlının daxilindəki çevrənin radiusu, yəni diametridir. Bilirik ki, bunun daxilində çevrə varsa 100% bu hər zaman qarşı tərəflərin cəmi bərabərdir. Bura 10-dur, bura 5-dir. Bura h desək, h-dır. Burada bir misal üçün bir a desək. Və bilirik ki, h ilə a-nın cəmi bərabərdir 10 ilə 15-in cəminə. Yəni 25-ə. Bir də Pifaqor teoremi yazırıq. A kvadratı bərabərdir. H kvadratı plus 5-in kvadratı. Buradakı düzbucaqlı üstbucaqda. Buradan a-nı əvəz eləyib gətirib yerinə yaza bilərik. A bərabərdir 25 minus h. Gətirib yerinə yazaq. 25 minus h-ın kvadratı bərabərdir. H kvadratı plus 25-ə. Açaq indi mötərizəni. 25-in kvadratı 625 minus 2ab, yəni 50h plus h kvadratı bərabərdir. H kvadratı plus 25-ə. H kvadratları islah oldu. 25 ilə 50h-ın yerini dəyişsək, 50h bərabərdir. 625-dən 25 çıxanda qalacaq 600. H bərabərdir. 600-ü bölürük 50-yə. 60-ı da 5-ə böləndə düşəcək 12. Bax, bu oldu bizim trapesiyamızın hündürlüyü. Bizdən də hündürlüyü istəyirdi onsuz da. Hündürlüyü 12 cm. 40-cı sual. Eyni çevrənin daxilinə çəkilmiş düzgün 12 bucaqlının perimetrinin düzgün 24 bucaqlının perimetrinin nisbətini tapın, tapaq. Eyni çevrənin daxilindədirsə, demək ki, bu çoxbucaqların xaricində çevrə var. Yəni, R bərabərdir
Bir dəfə 12 buzaqlıya görə yazaq. Düsturu A12 bölünsün 2 sinus 180 bölünsün 12. Bir dəfə də həmin R bərabərdir 24 buzaqlıya görə 24 buzaqlının tərəfi bölünsün 2 sinus 180 bölünsün 24. Şimdi buradan A12 bərabərdir 2R sinus 180 bölünsün 12. Buradan A24 bərabərdir 2R sinus 180 bölünsün 24'e. Şimdi perimetr 12 bucaqlı, perimetr 24 bucaqlı bərabərdir. Bir tərəfin uzunluğunu 12'ye vururuq, verir bizə 12 bucaqlının perimetri. Burada da 24'e vururuq, verir bizə 24 bucaqlının perimetri. 12'nin 24 ixtisar 7 qaldı burada 2. 2'də 1 yazdım bura. İndi A12'ni yazırıq. 2R sinus 180 12'ye böləndə 15 yazaq artıq bura. Bu da 2R sinus 24'e böləndə 15'in yarısıdır. 7,5 də bu. Bu 2'lər də ixtisar getdi, R'lər də ixtisar getdi. Qaldı 2'də 1. İndi sinus 15'in yerinə sinus 2 alfa düsturuna görə açsaq. 2 sinus 7,5 kosinus 7,5. Məxrəcdə də sinus 7,5 var. 2'lər də ixtisar getdi. Sinus 7,5'lər də ixtisar getdi. Qaldı kosinus 7,5. Yəni cavabı. 41-ci sual. Çevrə 4 nöqtə ilə 3, 4, 5, 6 nisbətində bölünmüş təpələri həmin nöqtədə olan 4 bucaqlının kiçik bucağını tapın, tapaq. Çevrəmizi də çəkək. Aha. 3, 4, 5, 6. Bir dənə 4 bucaqlıdır. Bura 3K, bura 4K, bura 5K, bura da 6K deyək. İndi təpələri həmin nöqtədən 4 bucağın kiçik bucağı. Bizdən kiçik bucağı istəyir buradakı. Birinci bu K'lara görə bir tapaq görə K neçədir? Bunların hamısı bir yerdə 360 olmalıdır. 3K, 4K, 5K və 6K bərabərdir 360-a. Neçə eləyir? 18K bərabərdir 360-a, K bərabərdir 20-yə. O zaman bu qövs olur 60 dərəcə, bu qövs olur 80 dərəcə, bu qövs olur 100 dərəcə, bu qövs olur 120 dərəcə. Bucaqları bir-bir təyin edək. Buradan başlayaq. Bu iki qövsün cəminin yarısıdır. 120, 100, 220, 110. Bu iki qövsün cəminin yarısıdır. 120, 60, 180 yarısı 90. Buradakı qövslərin 60, 180, 140 yarısı 70. Burada 90 ise avtomatik burada 90 olmuş olacaq onsuz da. Bu da 90 ki görünür onsuz da. Ən kiçik bucaq 70 dərəcə. 42 çevrə 4 nöqtə ilə bu nisbətdə bölünür. Bu səfər böyük bucaq. Eyni sualda sadəcə böyük bucağı soruşacaq. Onu da taparsınız özünüz. Keçirəm 43-cü suala. Nə verib, nə soruşur? BC 4. AD 12'dir. Düzbucaqlı trapesiyanın daxil həcmi çevrənin radiusunu tapın. Hündürlüyü tapsaq bəs eləyir. Bu ikisinin cəmi 16 olduğuna görə bu ikisinin cəmi də 16'dır. Bu H-dır. Burada bir A desək, biraz əvvəl də buna aid sual var idi. H plus A bərabərdir 16, bu 1. H-ı buradan çəksək, bura 4, burada qalır 8, burada H yazaq. Bir də Pifagor teoremi. H kvadratı plus 64 bərabərdir A kvadrat. Buradan A-nı əvəz eləyək. 16 minus H. Gətirib yerinə yazaq. H kvadratı plus 64 bərabərdir 16 minus H kvadratı. H kvadratı plus 64 bərabərdir. 16'dan 16'nın kvadratı 256 çıxılsın 32 H plus H kvadratla burada. H kvadratları islah olur. 32H bərabərdir. 256'dan da 64 çıxanda qalacaq 192. H bərabərdir. 192'ni də 32'yə böləndə düşəcək 6 dəfə. H oldu 6. Bizdən hündürlüyü soruşur. Radiusu soruşur. Hündürlüyün yarısı. H bölünsün 2. Bizə R verir. O da bərabərdir 3 cm. 44-cü sual. Daxilindən çəkilmiş çevrənin uzunluğu 9 pi-dirsə, R bərabərdir 4,5 olmuş olur. Onda bu da 2R olduğuna görə bura olur 9.
BC-ni verib 6, bizdən böyük oturacağı soruşur. Buradan bir də hündürlük çəkirik. Bu da olur 9. Bu 6-dırsa bura olur 6. Bura x desəm, oturacaqların cəmi 12 plus x olduğuna görə yan tərəflərin cəmi də 12 plus x olmalıdır. Çünki daxilində çevrə var. Qarşı tərəflərin cəmi bərabər olmalıdır. 9 ise bura olur 3 plus x. İndi Pifagor teoremini tətbiq edək. 3 plus x-in mötərizə kvadratı bərabərdir. X kvadratı plus 81. 9 plus 6x plus x kvadratı bərabərdir. X kvadratı plus 81. X kvadratları istirah oldu. 6x bərabərdir 81-dən 9 çıxırıq 72-yə. X bərabərdir 12-yə. İndi bura 12-dirsə, bura ümumi uzunluq olacaq. 12-nin altını toplayırıq 18. 45. Hündürlüyü 1, diagonalı kök 10 olan bərabəryanın trapesiyanın daxilində çevrə çəkilib. Çəkək bir dənə. Buradan bir trapesiya. Bərabər yanlı trapesiya. Hündürlüyü 1, hündürlük və diagonal da çəkək. Bu hündürlük olsun. Bu da diagonal olsun. Aha. Hündürlüyü 1, diagonalı bura 1, diagonalı kökdə 10 olan və daxilində çevrə çəkilən trapesiya var. Trapesiyanın perimetrini bizdən istəyir. Bura kök 10, bura 1-dirsə, bura olur 3. 3. Bizdən nə istəyir? Bu, bərabəryanın trapesiyada kör-bucaq təpəsindən çəkdiyimiz hündürlüyün böyük oturacaqdan ayırdığı bu böyük hissə orta xəttin uzunluğuna bərabərdir. Yəni, A plus B bölünsün 2-dir. Demək ki, onda bunun qarşı tərəflərinin cəmi 6-dır. Trapesiyanın perimetrini istəyir. Bunların cəmi də 6-dır. O zaman 6 plus 6, 12 olur. 3, oturacaqları cəminin yarısı, orta xətdir. Orta xətt olduğuna görə oturacaqları cəmi 6-dır demək. Bu ikisinin cəmi 6-dırsa, yan tərəflərin cəmi də 6-dır. Ona görə perimetr edir 12. 45 hündürlüyü 2 diagonalı 20 olan bərabəryanın trapesiyanın daxilində çevrə eyni məntiqlə hündürlük bu səfər üstündə yazıram elə bunun. Hündürlüyü 2-dir. Diagonalı kök 20-dir. 20-dən 4 çıxdıq 16, bura olur 4. Bu 4 orta xəttin uzunluğuna bərabərdir. Bu yalnız bərabəryanlı trapesiyada mümkündür. Kör-bucaq təpəsindən çəkilmiş hündürlük böyük oturacaqdan iki hissəyə ayrılır. Biri A plus B bölünsün 2-dir, biri A minus B bölünsün 2. Yəni oturacaqları cəminin yarısı, oturacaqları fərqinin yarısı. Oturacaqların cəminin yarısı 4-dürsə, oturacaqları cəmi 8-dir. O zaman yan tərəfləri cəmi də 8-dir. Perimetrini istəyirsə 8-dən 8-i toplayırıq 16. Bu da nəyə görə? Çünki daxilində çevrə var deyə. Yan tərəflərin cəmi də 8-dir. 47. Düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğu onun tərəfinin uzunluğuna nisbəti 2pi-dir. Yazaq. Buradan bir dənə yer açım. Düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğu R bərabərdir. A-in bölünsün 2 sinus 180 bölünsün n. Çevrənin uzunluğu bunun 2-yə vururuq. 2pi-yə vururuq. 2pi R-in tərəfinin uzunluğuna A-ya nisbəti bərabərdir 2pi-yə. Çoxbucaqlının neçə tərəf var? 2pi-lər ixtisar getdi. Demək, R bərabərdir A-yenə. Aha. Bu da artıq heç uzatmağa ehtiyac yoxdur. Əgər xaricinə çəkilmiş çevrənin radiusu tərəfin uzunluğuna bərabərsə, bu altı bucaqlıda mümkündür. Yalnız altı bucaqlıda mümkündür. Buradan yaza da bilərik əslində. Bu bərabərdir. A-n bölünsün 2 sinus 180 bölünsün n-ə. A-nlər ixtisar getdi. Qalır 2 sinus 180 bölünsün n bərabərdir 1-ə. Yəni, sinus 180 bölünsün n bərabərdir 2-də 1-ə. Bu da 30 dərəcədə mümkündür. 180 bölünsün n 30 olması üçün n də bərabər də 6. Bu da isbatı. 6 bucaqlıdır. 48. Tərəfinin uzunluğunun xaricinə çəkilmiş çevrəsinin uzunluğuna nisbəti bu səfər bu şəkildə verib. Tərəfinin uzunluğu A-n, xaricinə çəkilmiş çevrənin uzunluğuna nisbəti 2pi r-ə nisbəti bərabərdir. Kök 3 bölünsün 2pi. Yəni, bunlar ixtisar getdi. Qaldı R kök 3 bərabərdir A-nə, R bərabərdir A-n bölünsün kök 3. Bu nə zaman olur? Bərabər tərəfli 3 bucaqda mümkündür bu. A-nın kök 3-ə nisbəti bizə xaricə çəkilmiş çevrənin radiusunu verir. Yəni, 3 bucaqlıdır.
Sonra 48, 48-i yazıb, 49. Oturacaqları 6 və 12 olan düzbucağı trapesiyanın daxilində çəkilmiş çevrənin diametrini tapın. Tapaq. Bərabər düzbucaqlı trapesiya deyir. Düzbucaqlı trapesiya bu şəkildə çəkim. Oturacaqları 6 və 12-dir. Aha. Buradan bunu çəksəm, bura 6, 6 olmuş olur. Deyir ki, daxilində çəkilmiş çevrənin diametrini tapın. Bizə bu hündürlük lazımdır. İndi bilirik ki, daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabərdir. Bura 6, bura 12-dirsə, yəni cəmi eləyir 18. Bura biz h desək, bura olacaq 18 minus h. Pifaqor teoremini tətbiq edib yaza bilərik də biz h-ı buradan. Yəni 18 minus h kvadratı bərabərdir 6-nın kvadratı plus h kvadratı. 18-in kvadratı çıxılsın 36h plus h kvadratı bərabərdir 36 plus h kvadratı. H kvadratları islah oldu. 36h bərabərdir 18-in kvadratı çıxılsın 36-ya. 36-ya bölə bilərik. Bunu belə eləyək. 18-in kvadratı çıxılsın 6-nın kvadratı kimi düşünək. 18 minus 6 ilə 18 plus 6. Yəni 18-dən 6 çıxdıq. 12, üstünə 6 gəldi. 24 bölünsün 36. İxtisarlamayın, rahat olsun deyə belə yazdım. 24 3-ə böldük, 8. Bizdən nə istəyirdi? Daxil çəkilmiş çevrənin diametri. Diametri elə bu hündürlüyə bərabərdir da. 8. Oturacaqları 2 və 6 olan düzbucağı trapesiyanın daxil eyni sualdır. Sadəcə rəqəmlər fərqlidir. Burada 6 ilə 12-nin yerinə 2 ilə 6 yazacaqsınız. Vəssalam. 51. Daxilində çevrə çəkilmiş ABCD düzbucağı trapesiyasında AB AD-yə perpendikular. AC ilə CD bərabərdir. BC 3-dür. Bizdən trapesiyanın perimetrini istəyir. 3-dürsə, buradan bir dənə biz perpendikular çəksək, hündürlük. Bura 3-dürsə, bu da 3-dür. Çünki bərabər yanlı üçbucaq əmələ gəlib burada. Yan tərəfləri bərabərdir. Təpədən çəkilən hündürlük həm də mediandır. Onda olur, bizdən çevrə çəkilib deyir. O zaman qarşı tərəflərin cəmi, oturacaqların cəmi 9 olduğuna görə biz bura h desək, onda bura olur 9 minus h. Yenə Pifaqor teoremini tətbiq edə bilərik. 9 çıxılsın h kvadratı bərabərdir h kvadratı plus 3-ün kvadratı. 81 minus 18h plus h kvadratı bərabərdir h kvadratı plus 9-a. H kvadratları islah oldu. 18h bərabərdir 81-dən 9 çıxdıq 72-yə. H bərabərdir 4-ə. İndi h 4-dürsə, bura 4 və burada eləyir 5. Perimetri 9 plus 9. P bərabərdir 2 vurulsun 9, yəni 18-ə. 52. Oturacaqları fərqi 8. İti bucağının kosinusu 5-də 4 olan bərabər yanlı trapesiyanın daxilində çevrə çəkilib. Trapesiyanın perimetrini tapın. Çəkək bir dənə trapesiya. Bərabər yanlı trapesiya. Çəkdik. Deyir ki, daxilində çevrə var. Oturacaqların fərqi də 8-dir. İti bucağının kosinusu da 5-də 4-dür. Bilirik ki, kosinus düzbucaqlı üçbucaqda qonşu katetin hipotenuzaların nisbətidir. Yəni biz bura 4K, bura 5K yaza bilərik. Eyni şəkildə buradan bir dənə hündürlük çəksək, bura da 5K-dır neçədə, bura da 4K-dır. Bura A-dırsa, bu da A-dır. İndi bizə deyir ki, oturacaqlarının fərqi 8-dir. Yəni 8K plus A minus A bərabərdir 8-ə. Oturacağı elə də 8K plus A. Buradan A-nı çıxdıq, bərabər oldu 8-ə. Bunlar islah oldu. 8K bərabərdir 8-ə. K bərabərdir 1-ə. K 1-dirsə, o zaman bura eləyir 5, bura da eləyir 5. Yan tərəflərin cəmi 10-dursa, oturacaqlarının cəmi də 10-dur. Onda perimetri bərabərdir. 2 vurulsun 10 bərabərdir 20-yə. 53. Oturacaqlarının fərqi eyni sualda görürsünüz. 54-ə baxaq biz. Uyğunluq sualı verilib. Bir dənə yer açaq, rahat olsun. Çevrə xaricində çəkilmiş dördbucaqlı üçün uyğunluğu müəyyən edin. Birinci, tutaq ki,
M burada 10'dur, N 12'dir. O zaman KL. K plus L bərabərdir 22'ye, perimetri bərabərdir 44'e. Var mı? Var. 1'e uyğun A var. Bir də K plus L 22'dir, D var. Sonra ikinci, yenə belə bir şəkil çəkim, tutaq ki. M 14'dür, N 16'dır. O zaman K plus L bərabərdir 30'a, perimetri bərabərdir 60'a. Var mı? Var. C bəndi. 2'ye C uyğun oldu. Başqa yoxdur. Sonra M 12'dir, N 14'dür. O zaman K plus L bərabərdir. Bu ikisinin cəmi 26'ya, perimetri bərabərdir 52'ye. Var mı? Perimetri 52 var. K plus L də var hətta. B, Y. Demək AD, C, B, Y. 55 də onun kimidir. Bu səfər K ilə L ilə veribdir. Eyni şeydir. 56. Düzbucaqlı trapesiyanın daxilinə çəkilmiş çevrə toxunduğu nöqtədə çəkək bir dənə. Düzbucaqlı trapesiya daxilinə çəkilmiş çevrə. Bir dənə çevrə çəkim ondan sonra. Bu çevrəmiz. İndi düzbucaqlı trapesiyanı da belə çəkək. Deyək ki, toxundu ora. Aha. Deyir ki, daxilə çəkilmiş çevrə toxunduğu nöqtədə yan tərəfi uzunluqları 2 və 8 olan hissələrə ayırır. Bura 2-dir, bura 8-dir. Aha. Trapesiyanın perimetrini istəyir bizdən. Tapmağa çalışaq. Burada 2-dir. Bura 8-dir, çünki toxunanlardır da, artıq toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Bura x desək, burada x-dir, burada x-dir, burada x-dir. İndi buradan bir dənə hündürlük çəksəm, x bura olur 2, onda bura qalır 6. Görürsünüz? Bura 10'dursa, bura olacaq. Baxın, bu 6'nı hardan aldım? Buradan bura qədər 8'dir. Toxunma nöqtəsinə qədər x-dir, bu da x-dir. Buradan bura 2'dirsə, bu məsafə də 2'dir. Və bu 8 olduğuna görə 8-dən 2 çıxırıq, qalır 6. İndi burada düzbucaqlı üçbucaq əmələ gəldi. Hipotenuzu 10'dur, katetin biri 6'dır. Digər katet avtomatik olacaq 8. 10'un kvadratı çıxılsın 6'nın kvadratı 64 edəcək. Bura oldu 8. İndi bizdən perimetr istəyir. Tamam, yazaq. 8 plus bura 10'dur. 10 bərabərdir 18. Qarşı tərəflərinin cəmi 18'dirsə, dördbucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabərdir. Perimetri bərabərdir 18'in 2 misli, yəni 36. 57. Diagonalı yan tərəfə perpendikular olan bərabəryanlı trapesiyanın xaricinə çəkilmiş çevrənin uzunluğu verilib bizə. Diagonalı yan tərəfə perpendikular bərabəryanlı trapesiya. Bərabəryanlı trapesiyada çəkirik və elə çəkirik ki, diagonal yan tərəfə perpendikulyardır. Tutaq ki, belə bir trapesiya. Bunu da çəksək. Diagonal yan tərəfə perpendikulyardır. Bu şəkildə. Aha. Yan tərəfə perpendikular olan bərabəryanlı trapesiyanın xaricində çevrə var və çevrənin uzunluğu 8 pi-dir. Çevrənin uzunluğu 8 pi-dirsə, R bərabərdir 4-ə. Trapesiyanın yan tərəfi çevrənin radiusuna bərabərdir. Aha, burada 4'dür, burada 4'dür. Onda onun perimetrini soruşur bizdən. Çevrə də çəkməyə çalışıyorum. Biraz böyük də olsa çəkəcəm. Tutaq ki, belə bir şey təxminən. Aha. Bu, əgər 90-sa görürsünüz, çevrə daxilə çəkilmiş bucaq 90-sa, bu diametri deməkdir. Diametrə söykəndir bu. Bura olur 4, bu da 4, 8. Bizə bundan ötürü veribdir bunu. İndi bizdən nə istəyir? Onun perimetrini istəyir. İndi kiçik oturacağı tapaq. Kiçik oturacağı tapmaqdan ötürü də, buradan bir dənə belə bir, buradan hündürlük çəkim. Hündürlük çəksək, bu hündürlüyü necə tapa bilərik? Bura 8, bura 4'dürsə, bura demək ki, bu 30 dərəcədir, burada 60 dərəcədir. Onda bura olur 30 dərəcə. Niyə 30? Çünki 4 8'dirsə, 30'un qarşısındakının yarısına bərabərdir də bu. İndi bura 60 olduğuna görə bu hündürlüyü çəkəndə bu olur 30. 90'ın qabağındakı 4, 30'un qabağındakı 2'dir. Bura 4, bura 2'dirsə, burada olur 2 kök 3.
İndi heç buraya ehtiyac yoxdur əslində. Bunu da çəksək, burada 2-dir. Ümumi 8 idi. 2, 2, 4. Demək ki, burada qalır 4. Burada olur 4. Bizdən perimetr istədiyinə P bərabərdir. 4 plus 4 plus 4. Burada 8 plus 8. 4, 4, 4. Bu da 8. 12, 8, 20 olmuş olur. %58. Mərkəzi O nöqtəsində olan çevrənin xaricinə ABCD kvadratı çəkilmişdir. Demək, daxilində çevrə var. YF buradan burada. 32 bölünsün kök 5-dirsə, kvadratın tərəfini tapmağa çalışaq. Kvadratın daxilində çəkilmiş çevrənin radiusu onun tərəfinin yarısına bərabərdir. Buralar bərabər bölünür. X, bu da bərabərdir hətta bura. Amma buradan bu şey görünür. Gördünüz? Bura 2x, bura x-dirsə, Pifagor teoreminə görə AF bərabər olacaq 2x, 4x kvadratı, x kvadratı 5x kvadratı. Yəni x vurulsun kök 5. İndi bir də bu var. Çevrə xaricində götürülmüş nöqtədən çevrəyə toxunan və kəsən çəkiləndə nə olurdu? Yazırıq ki, bunu bu şəkildə. Bunun hamısı x kök 5-dir. Bunu vurmalıyıq biz bura. AY vurulsun AF bərabərdir AK-nın kvadratı. Bu şəkildə. İndi yerinə yazıram. AK-nın kvadratı x-dir, kvadratı bərabərdir. AF, birinci AF-i yazın. AF x kök 5-dir. Vurulsun. İndi AY-nin yerinə AY bərabərdir. Yaza bilərik. AF çıxılsın YF. AF-dən YF-i çıxsaq qalacaq bizə AY. AF neçə idi? X kök 5-dir. YF neçədir? 32 bölünsün kök 5-dir. İndi yerinə yazıram. X kök 5 çıxılsın 32 bölünsün kök 5. X-dən birini ixtisar eləyə bilərik. Onsuz da 0 qiymətini ala bilməz. X bərabərdir. Kök 5-də vurub açaq. Kök 5 x kök 5-ə vuranda 5x eləyəcək. Kök 5-ə 32 bölünsün kök 5-ə vuranda da 32 eləyəcək. O zaman 4x bərabər olur 32-yə, x bərabərdir 8-ə. X 8-isə onda kvadratın tərəfi də eləyir 16. Digər sual. Ya, 59 da eyni məntiqlə yazacaqsınız. 60. Daxilində çevrə çəkilmiş bərabəryanlı trapesiyanın hündürlüyünü və böyük oturacağın uzunluğunu tapın. Yəni, buradan bir yer açaq, sonra verilənlər üzərində bir şəkil quraq, verilənlərə görə. Daxilində çevrə çəkilmiş bərabəryanlı trapesiya. Aha. Deyir ki, oturacağı biri x-dir, biri x plus 6-dır. Demək, bura x-dir, bura x plus 6-dır, bu 1. Yan tərəf 10-dur. Verilənə görə bunu yazdıq. Aha, yan tərəf 10-dursa və daxilində çevrə varsa, o zaman bunların qarşı tərəflərin cəmi bərabərdir. 10-la 10, 20 bərabərdir x plus 6. Yəni 2x bərabərdir 14-də, x bərabərdir 7-yə. Bura olur 7, burada olur 13. 7 ilə 6-nı toplayırıq 13. Bizdən nə istəyir? Böyük oturacağın uzunluğu ilə 13 cm. 13-dür bura.